Ama hicibi. Ötən il Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan hava yollarına məxsus təyyarənin içindən yeni görüntülər yayılıb. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Şimdi onun baş saat var. 40 dakika var. 40 dakika var. Vurun. Görüntüləri paylaşan şəxs bildirib ki, kadrlar qəzadan əvvəl atası tərəfindən çəkilib. O, həmin telefonu dünən götürdüyünü deyib. Görüntülərdə sərnişinlərin yerlərinə əyləşdiyi, həmçinin Milli Qəhrəman Hökümə Əliyevanın onları salamlaması və lazımi təlimatları verməsi öz əksini tapıb. Gəmi kapitanı İqor Kişnəkin rəsmiyyət adına sizə Azərbaycan hava yollarının 82-43 sayılı Bakı-Qrozno istiqamətində uçuş yerinə yetirən Embraer 190 təyyarəsində salamlayır. Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznoya uçan Azala məxsus Embraer təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib. Yettiler. Hanımlar və cənablar, sizinlə danışan təyyarə bələdçi Höküməliyədir. Uçuş müddəti 1 saat 5 dəqiqədir. Uçağınızı polis edirəm, hər şeylik, fərdi masalara bağlayın, oturacağından fəsli şarkı vəziyyətə gətirin.